Naftalanda Qərbi Azərbaycan tarixin sınaqları, müasir çağırışlar mövzusunda tədbir keçirilib. Konstitusiya və suverenlik ili çərçivəsində Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə ümumilli liderin şərəfli ömür yolunu əks etdirən foto eksponatlara, Qarabağın zəfər təntənəsini, Qərbi Azərbaycanın mədəni irsini, tarixini və deportasiya prosesini özündə əks etdirən foto şəkillərdən və kitablardan ibarət sərgiyə baxış keçirilib. Sonra Qərbi Azərbaycan icmasının məqsədi və fəaliyyət istiqamətləri barədə məlumat verilib, bildirilib ki, son 2 əsr ərzində ata-baba yurdlarından məcburi şəkildə didərgin salınan Qərbi Azərbaycanlıların tarixi torpaqlarına qayıdışı qaçılmaz və təmin olunmalı bir hədəfdir. Qərbi Azərbaycana böyük qayıdış ideyasının reallaşdırılması istiqamətində atılan vacib və məqsəd yönlü addımlar xüsusi vurğulanıb. Qərbi Azərbaycan həqiqətlərinə geniş şəkildə toxunularaq bu prosesin həm tarixi ədalətin bərpası, həm də Cənubi Qafqazda dayanıqlı sülhün əsas şərtlərindən biri olduğu qeyd olunub.